Şəhərsalma və memarlıq ili çərçivəsində bu il əməkdaşlarımızdan 3 nəfərin layihəsi patentə layiq görülmüşdü. Bu kollektiv olaraq bizi sevindirir və qürurlandırır. Müəllif olduğum buta kompozisiyalı skamya layihəsi milli ornament irsimizin müasir dizayn və şəhər mühitinin tətbiqində öz əksini göstərir. Burada əsas məqsəd deyərdim ki, buta ornamentinin semantik xüsusiyyətlərini müasir şəhər dizayn avadanlıqlarında tətbiqindən ibarətdir. Düşünürəm ki, buta özlüyündə günü-gündən gözəlləşən Naxçıvan şəhər mühitinə öz müsbət təsirini göstərəcəkdir. Sənaye layihəmizi təqdim edərək Əqli Mülkiyyət Agentliyinə və çox sevindirici haldır ki, bizim sənaye nümunəmiz təsdiq olundu, patentin ala bildik. Arkada gördüyünüz skripka ifaçısının məqsədi ümumi mədəniyyət ocaqlarında, incəsənət məktəblərində incəsənət nümunəsini təqdim etməkdir. Hal-hazırda bizim tələbələrimiz, dizayn ixtisasının tələbələri bu layihə eskizini gerçəkləşdirdi və hazırda konservatoriyalarımızın önündə nümayiş olunur. Və inanırıq ki, ikinci sənaye nümunəmiz artıq təqdim olunub. Yaxın aylarda digər sənət nümunəsi də öz əksini tapacaq, patentimizi alacaq. Patent əldə etmək üçün təqdim olunan işin elmi əsasları olmalı, innovativ düşüncə, yaradıcılıq xüsusi rol oynamalıdır. Ali təhsil ocağının müəllimləri məhz bu amillərə əsas götürərək elmə öz töhfələrini verməyə çalışırlar. Mən də çalışmışam ki, elmi fəaliyyətimi məhz bu istiqamətə də köklüyüm və ötən ili 2025-ci ildə mən xüsusilə naxış yaradıcılığına müraciət etdim. Çünki hər zaman axtarış eləyirik bir sənətşünas kimi və naxışların, milli naxışların daha da zənginləşdirilməsi məni maraqlandırdı və çalışdım ki, milli naxışlar mövzusunda bir kompozisiya fikirləşim. Uzun axtarışlardan sonra mən 6 bucaqlı arı pətəyi formasında qısa, lakanik bir şəkildə nar naxışını ərsəyə gətirə bildim. Bu həm də elmimizin uğurudur. Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində müxtəlif illərdə də fərqli istiqamətlərdə ixtiralar, sənaye nümunələri üzrə patentlər əldə olunub. Adilə Səfərova, Tərlan İbrahimova, İlqar Məmmədov, NTV Xəbər.